Salam izləyicilər. Sizə bu gün Canka 205-də avtopilotun necə qoyurlar onu göstərəcəm. Hal-hazırda ayağımı tormuza basıram. Avtopilotdan çıxdım. Bax. %70 ilə getdiyimiz yerdə bax, skors əldədir. Bunu bir daha aşağı yendirsən, ayağı qazdan çəksən, özü gedəcək. 66. Əgər istəyirsənsə əli roldan da çəkəsən, bunu bir daha da aşağı edirsən, özü geçdi avtomatik rejimə. Rolu aldı, özü idarə edəcək rolu. Hal-hazırda özü idarə edir, rolu da özü idarə edir. Baxın. Görürsünüz. Avtomatik idarə etmə rejimidir. Bax, bildiriş gəlir ki, 5 saniyədən bir əli rola qoyub. Həqiqətən də maşında adam var ya yox. Mən də əlimi rola qoydum, çəkdim. İndi özü hal-hazırda gedir. Bax, roldan heç kim tutmur, özü idarə edir. Bax, yenə bildiriş gəlir ki, əlizi rola vurun. Görürsünüz. Bax, əlizi rola qoyun. Qoydum, çəkdim. Özü avtomatik gedir. Avtomatik rejimdir. Eğer sürəti çoxaltmaq istəyirsinizsə, bax burada plus işarəsi var. Plusa bastıq, bax 70 oldu. Bir də basırıq, 75 oldu. Sürətdəndir. Amma minusa bastığımız zaman 70'e yendi. Görürsünüz, avtomatik özü yavaşlayır, 70'dən gedir. Yolda 90'lıq yoldur. Aeroport yoldur, yəqin ki bilirsiniz. Bu Çin maşından pisləyənlərə gəlsin bu video. Çin maşınlarını pisləyirlər. Görürsünüz, hal-hazırda. Bax, əlimi qoyuram rula, çəkirəm, həqiqətən də maşında adam var. Özü avtomatik gedir. Görürsünüz. Bax. Özü döndürəcəkdir. Əlizi qoysunuz, yola çəksin. Öz yanında da maşın gedir, amma fərqi yoxdur. Bu öz yolu ilə gedəcəkdir, özü döndərir, özü gedir. Baxın. Görürsünüz. Öz avtomatik gedir. Avtopilot rejimi qəşəng rejimdir. Eğer uzak yol gedirsinizsə qoyursunuz avtopilota, özü öz yolunu tutub gedəcəkdir. Baxın, tunelə girdiyimdir. Bakalım buradan necə keçəcəm. Əlimi qoydum, rulağa çəkdim. Baxın, tunelə girir, özü girir, özü dönür. Baxın, rolu özü döndərir. Baxın. Görürsünüz. İndi sürəti çoxadaq 70'e qoyaq sürəti. Görürsünüz, əziz izləyicilər. Qabağına maşın geçsə avtomatik tormuzluyur. Bax, görürsünüz. Sürəti düşürür. 63'e düşürdüyü sürəti. Maşın uzaqlaşan kimi 70'e yığır sürəti. Baxın, özü döndərir. Rolu özü döndərir. Görürük.
Başka ne özelliklerini bilmek isteseniz yorumlara yazın. Destek olun size. Sağ olun. Videonu da beğenmeyi unutmayın.